Allah Teala deyir ki, ricalun, o kişilər ki, la tulhihim ticaretun ve la bey'un an zikrillahi ve iqamis salati ve ita'iz zeka yaxafuna yevmen tetekallabu fihil kulub vel absar. Allah Teala buyurur ki, o kişilər ki, onları nə malları, nə alışverişləri, nə ticarətləri Allah'ı zikr etməkdən, namaz qılmaqdan və mallarını Allah üçün xərcləməkdən yayındırmaz. Çünki onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar. Malın, mülkün əlində olanlar səni Allah'a ibadətdən, səni Allah'a zikirdən, səni Allah'a muti olmadan yayındırmasın. Vallahi Allah Teala başqa bir ayədə buyurur ki, kimi ki malı, ailəsi, evladı, dünya həyatı aldadacaqsa, onlar nicat tapmayacaqlar. Son olarak Allah'tan istəyirəm ki, Allah Teala bizim anamızı bağışlasın. Allah Teala mələklərin suallarını onun üçün asanlaştırsın. Onun qəbrini, gözünün son gördüyü nöqtəyə qədər Allah Teala genişləndirsin. Allah Teala onu salihlərə qovuştursun. Allah Teala onun evladı, aqil qardaşımıza, həmçinin onun digər evladlarına səbir versin Allah Teala. Allah Teala onların hər birini öz geniş cənnətində cəm eləsin. Allah Teala rəhm eləsin. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin sünnəsində gəlib ki, bir kəs dünyasını dəyişərsə, onu gözəl şəkildə yumaq, onu kəfənləmək, ona cənazə namazı qılmaq və sonra gətirib onu qəbrə qoyub, Bismillah alə sünnət Rasulillah deyib, onu gözəl şəkildə dəfn eləmək, sonra onun üçün Allah'tan bağışlanma diləmək. Bundan əlavə şeylər İslam dinində gəlməyib. Nə varsa hamısı xurafatdır. Uzaqdan və gələn, uzaqdan məsələn, ətrafdan gələn insanlara dünyasını dəyişən insanın ailəsi, məsələn, aqil qardaş və s. kim varsa, onlar sadəcə qarşılaya bilmədiklərinə görə ətraf qonşular onlara müəyyən ikramları eləyirlər ki, çünki qardaşın üzrü düşüb və o indi sizə baxası bir halda deyil. Lakin təəssüf ki, bizdə biraz əksinədir. İnsanlar müəyyən əməlləri etməsələr elə bilirlər ki, ölü qəbrində nicat tapmayacaq. Bu səhvdir. Nicat Muhammed sallallahu aleyhi ve sellemin dediyindədir. Allah Teala bağışlasın. Allah hər birimizdən razı olsun. Yenə Allah'a şükürlər olsun ki, Allah Teala bizim anamıza bu dəfini müvəffəq etdi. Allah Teala rəhm etsin, günahlarını bağışlasın. Allah hər birinizdən razı olsun. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, qardaşımız üçün, həmçinin bütün müsəlmanlar üçün deyir, sorğu sualdır deyə Allah'tan bağışlanmalıdır. Çünki indi o sorğu sualdadır. Ona suallar verilir. Allah'tan istəyir ki, Allah Teala sanlaşdırsın. Elhamdülillahi Rabbil alemin.